Gəlin bugün sizin suallarınızı cavablandırım. Deməli, mənə çox sual veribsiniz ki, imtahana çox az bir müddət qalıb. Tarixdə necə etməliyəm ki, nəticəmə təsir etsin müsbət anlamda? Birinci onu qeyd edim ki, müdavimlərin etdiyi ən böyük səhv budur ki, ancaq mövzunu öyrənirlər. Test işləmək yoxdur. Məsələn, nə mənada? Elə müdavim var ki, çox təkrar edir, çox oxuyur, amma testin üzünə belə baxmır. İkinci bir məqam isə, çalışın ki, mövzu testindən çox, yəni mövzu sınağından çox, qarışıq sınaqlar işləyin. Çünki baxın, mövzunu öyrənirsiniz, mövzu sınağını işləyirsiniz, sizə rahat gəlir. Amma qarışıq sınaqlarda işləmək ona görə daha effektlidir ki, nə qədər çox səhviniz çıxsa, o qədər çox təhlil edəcəksiniz, o qədər çox təkrarlayacaqsınız. Və həmin isə sizin yadınızda daha yaxşı qalacaq. Ona görə də birinci çox test işləmək, ikinci mövzu testindən daha çox qarışıq test işləmək. Bunlara əgər diqqət etsəniz, imtahana az bir müddət qalsa belə, üzərinizdə çox çalışsanız, nəticənizə təsir edəcək.